4 şey var ki qəlbi öldürər. Nə dolar? 1. Əzzəmb ələzzəmb. Günah dalayacaq. Qəlbi öldürər. 2. Məhrəm olmayan bir xanımdan heç söhbət eləmək. İndi məhrəm aydındır. İnsanın həyat yoldaşı olar. Bacısıdır. Məhrəm olmayan. İndi bu da bəllidir. İşçidir, danışarsan, sual verər, cavab verərsən, müəllimədir. Bu da bildik. Buna işimiz yoxdur ki. Söhbətimiz başqa söhbətdir. Bütün günü yazışanla, bütün günü danışanla, biri ilə qutardı, o birisi ilə danışanla. Üzürsün bu ifadələrə görə. Bu insanın qəlbi ölər. Axmaq insanla mübahisə eləmək. 4-cü buyurdu Peyğəmbərimiz və muhasəbətul mauta. Ölülərlə oturdur eləmək. Dedilər, ya Rasulallah, ölü ilə kimdə oturduran? Qəbirstanlıqda kimdir ki, oturduran? Dedi, bəzilə dirilər ölü dedi. Kim? Qəniyyun mutrif. O imkanlılar, sərvətlilər ki, pulunu işrətə xərcləyir, Allahın yolunda heç yana xərcləməz, pulunu günaha tökər. Belə insandan oturdur eləmək qəlbi öldürür. Görsən, bəzi adamlar oturdur ondan belə. Nə var, bitki çörək yiyəcək. Özü ilə də belə ölür. Qardaş, qəlbin ölür. Oturma ondan.